Salam değerli izleyiciler, kanalımıza hoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Bəzən izləyicilərimiz şikayət edirdi ki, ancaq eyni tərzdə mənzillər təqdim edirsiniz. Bütün evlər bir-birinə çox bənzəyir, eynidir. Demək olar ki, bugün sizə tam fərqli tərzdə digər mənzillərdən çox fərqlənən, tamamilə fərqli üslubda bir mənzili təqdim edirəm. Geniş 3 otaqlı mənzildir. Şəhərimizin en güzel komplekslərindən birində yerləşir. Belvedere Rezidansda, Elmlərdə möhtəşəm bir kompleksdir. Təzə təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 3 otaqlı mənzildir. Mən bu gözəl mənzildə bütün hər şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayaq həmişə olduğu kimi mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Daxil olduqda sol tərəfdə bu gördüyünüz şkaf yığılıb. Gəlin içərisində göstərim. Dərinlik də ideal səviyyədədir. Döşəməsi qranitdir. Üstü döşəmə ilə təchiz olunub. Dediyim kimi möhtəşəm bir təmiri var. Bu hissədə tablomuz, aksesuar qoymaq üçün yerlər nəzərə alınıb. Girişdən daxil olduqda sağda böyük güzgümüz yerləşdirilib gizli işıqla. Bu hissəni də göstərim. Yəni giriş də çox genişdir. Otaqların yerləşməsini siz nəzərə çatdırım. Burada yerləşir mənzilin əsas yataq otağı, yanında ikinci yataq otağı. Burada mənzilin sanitar qovşağı, bu hissədə mətbəxi, bura isə mənzilin qonaq otağıdır. Gəlinlə başlayaq qonaq otağından, mən hər şeyi sizə təqdim edim. Çox gözəl, geniş qonaq otağı qarşılayır bizi. Kvadrat şəklindədir, yəni dar uzun otaq deyil. Təxmini 35 kvadrat ölçüsü var, bəlkə biraz da artıqdır, yəni təxmini ölçü nəzərdə çatdırıram. Mənzil ümumilikdə bütün mebel və texnika ilə təmin olunub, yəni əlavə nə isə almağa ehtiyac yoxdur, sadəcə gəlib yaşamaq qalır. Mən burada göstərim sizə nəyimiz var. İlk öncə onu qeyd edim ki, giriş döşəməsi parketdir. Bu hissədə 6 nəfərlik masamız yerləşdirilib, böyük vitraj pəncərəsi var, gözəl pərdəmiz asılıb hazırdır. Divan, kreslolar burada yerləşdirilib. Mərkəzdə gözəl jurnalımız. Bu hissədə yenə dizayna uyğun tablomuz, kondisioner qoyulub hazırdır. Nəzərinizə çatdırım ki, divarda dekorativ sədəf boyadan istifadə olunub. Bu hissədən də göstərim möhtəşəmliyini. İşıqlandırmada spotlardan istifadə olunub. Bu hissədə gözəl, maraqlı tərzdə lüstrumuz var masanın üzərində. TV stand burada yığılıb, böyük ekran televizorumuz var. Aşağı hissəsi şkafdır, kamin, solda mebel daraqlardan, arxasında mərmərdən istifadə olunub. Gözəl dekorlarımız da var ümumilikdə mənzildə. Yəni gözəl mənzildir, genişdir. İnşallah gəlib baxanda da şahid olacaqsınız. Gəlin buradan keçək. Mən sizə göstərim mənzilin mətbəxini, düz qonaq otağının yanında yerləşir. Buranın da ölçüsü çox genişdir. Dediyim ki, mənzilin gözəl dizaynı var. Yəni digər mənzillərdən də fərqlənir. Mən çox bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz. Bu hissədən göstərim. Burada deməli nə var? Yeni mətbəx mebeli yığılıb. O hissədə də tam axıra kimidir. Yuxarı hissələr də şkafdır. Soyuducumuz, sobalar, bunlar hamısı qoyulub hazırdır. Üstü mərmərdir. Şkafların içərisində göstərim. Yəni dərinlik barədə təsəvvürünüz yaransın. Ortada, mərkəzdə gözəl adamımız var. Və burada maraqlı tərzdə lüstrumuz, yenə spotlar, havalandırma. Burada da deməli kondisioneri qoyulub hazırdır. Buradan mənzilin eyvanına da çıxış var. Dediyim kimi otaqlarda da sədəf məxməri boyadan istifadə olunub və girişdə olan üstü döşəmə burada da davam etdirilib. Gəlin buradan mən sizə göstərim mənzilin sanitar qovşağın. Mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Biri yerləşir girişdə, yəni ümumi olan. Buranın da gözəlliyini göstərim sizə. Dediyim kimi tam fərqli tərzdə təmir və dizayn olunub. Burada deməli vannamız var. Bütün aksesuarlar da hamısı keyfiyyətli, bahalıdır, divar içidir. Burada da krok sistem, divar içi unitaz. Burada paltar yuyan, paltar qurudan, bunların da hamısı qoyulub. Yəni bütün mebel və məişət texnikası ilə mənzil təmin olunub. Dediyim kimi əlavə nə isə almağa ehtiyac yoxdur. Gözəl moydadırımız böyük güzgü ilə. Bunda aşağı hissəsi də şkafdır. Tərəfdən də göstərim. Yəni möhtəşəm bir mənzildir. Bina da möhtəşəmdir. Şəhərin ən gözəl
komplekslərindən biridir. Buradan keçirik mənzilin əsas yataq otağına, yəni master bedroom. Buranı da göstərim ümumilikdə. Çox gözəl dizaynı var. Burada nəyimiz var? Tez hər şeyi sizə göstərim. Taxtımız qoyulub hazırdır. Divarda dekorlardan istifadə olunub. Işıqlar, make-up, işıqlı güzgü ilə bu hissədə böyük şkafımız yığılıb. Tam axıra kimi də yuxarı hissələrdə şkafdır. Buranın içərisini göstərim. Yəni içərisini ona göstərirəm ki, dərinlik barədə tam təsəvvürünüz yaransın. Yəni şkafların içərisi də çox genişdir. Bütün əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Və bu yataq otağının daxilində mənzilin ikinci sanitar qovşağı yerləşir. Bayaq qeyd etdim. Biri giriş hissədə, biri isə bu yataq otağının daxilindədir. Buranın da özünə məxsus gözəlliyi var. Maraqlı, teksturalı qranitlərdən istifadə olunub. Gözəl moydadırımız. Yine burada da divar içi unitaz. Yəni hər bir şey tam hazırdır. Duş kabinimiz yığılıb. İçərisi də genişdir, rahatdır. Keçək mən ikinci yataqdan da göstərim. Sonra mənzilin məlumatlarını, qiymətini bir daha nəzərinizə çatdıracağım. Bura isə dediyim kimi mənzilin ikinci yataq otağıdır. Otaqların da ölçüsü yaxşıdır, genişdir. Yəni yəqin ki videodan da hiss edirsiniz. Bütün mebellər yerləşdirilir və boş hissədə kifayət qədər qalır. Burada da yenə taxtımız qoyulub. Bu hissədə şkafımız yerləşdirilib. Güzgülü. Yenə kondisioner də var. Pərdə asılıb. Tavan hissəni də göstərim. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərdə çatdırım. Yerləşir Elmlərdə şəhərin ən gözəl komplekslərindən biri olan Belvedere Residence yaşayış kompleksində yerləşir. Yeni təmirdən çıxmış geniş 3 otaqlı mənzildir. Ölçüsü 130 kvadratdır. Dediyim kimi bütün mebel və texnika ilə təmin olunub, gördüyünüz şəkildə satılır. Yerləşir 4-cü mərtəbədə. Sənədlər də qaydasındadır. Çıxarış, yəni kupça da var. Və mənzilin start olaraq qiyməti 650.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.